Aha, deməli uşaqlar, bugün vəzləri keçirik. Ümumiyyətcə biz bilirik ki, insan orqanizmində gedən bütün proseslərin tənzimlənməsi sinir sistemi və endokrin sistem rol oynayır. Və endokrin sistem biz bilirik ki, orqanizmdə müxtəlif sekresiya vəzləri vardır və həmin bu sekresiya vəzlər ifraz olunduğu yerə görə 3 qrupa bölünürlər. Daxili, xarici və qarışıq sekresiya vəzləri. Onu da deyim ki, sinir sistemi yalnız belə deyək ki, heyvanlar aləmi üçün xasdır, amma endokrin sistem heyvanlarda da var, bitkilərdə də var, göbələklərdə də var. 3 aləmdə deyəcəyik. Və biz dedik ki, bioloji fəal maddə hazırlayan vəzlər 3 qrupa bölünürdü. Xarici, daxili və qarışıq vəzlər. Daxili sekresiya vəzləri nədir? Deyirik ki, axacaqları yoxdur və hazırladığı bioloji fəal maddələri birbaş qana ifraz eləyir. Uşaqlar, bu testlərdə qanda düşə bilər, testlərdə birləşdirici toxumaya da hazırladığı bioloji fəal maddəni birləşdirici toxumaya ifraz edən deyəndə yenə söhbət nədən gedir? Daxili sekresiya vəzlərindən, yəni endokrin vəzlərdən gedir deyirik. Deməli, dedik ki, endokrin vəzlərin, yəni daxili sekresiya vəzlərin axarları olmur. Hazırladığı bioloji fəal maddələri, yəni hormonları özü də biz daxili sekresiya vəzlərinin hazırladığı bioloji fəal maddələrə nə deyəcəyik uşaqlar? Hormonlar deyəcəyik. Hormon oyandırıcı deməkdir. Deməli, hormonları hara ifraz edirlər? Qana və ya birləşdirici toxumaya ifraz edirlər deyirik. Və hormonlar ümumiyyətcə yadınızda saxlayın. Cinsiyyət hormonları götürəcəyik, lipid mənşəli. Digər hormonları biz götürəcəyik zulal mənşəli. Cinsiyyət hormonları da indi onsuz da izahda deyəcəm. Qadın cinsiyyət hormonları estrogen, progesteron, kişi cinsiyyət hormonları androgen, testosteron, bunlar lipid mənşəlidir. Məsələn, hansı hüceyrənin bir strukturlarını keçmişdik? Orqanoidlər. Məsələn, cinsiyyət hormonlarının adını deyə bilər, androgen, testosteron. Bunlar hansı orqanoiddə sintez olunur deyəndə götürəsiz lipidlərin sintez olunduğu Golgidə və hamar endoplazmatik şəbəkədə. Amma digər vəzlərin hazırladığı hormonlar zulal mənşəli olduğu üçün onların sintezini götürəsiz zulalın sintez olunduğu yerlərdə. Yəni ribosomda, dənəvər endoplazmatik şəbəkədə və mitoxondridə. Gələk indi xarici sekresiya vəzləri. Xarici sekresiya vəzləri nədir? Deyirik ki, bunların belə deyək ki, axarları olur və ifraz etdiyi sekresiya məhsulunu orqan və ya bədən boşluğuna və ya dərinin səthinə axıdır deyirik. Və bunların belə deyək ki, hazırladığı bioloji fəal maddələr, sekretlər, şirələr, fermentlər və s. bu cür adlandırırıq. Məsələn, dedik ki, tutaq ki, xarici sekresiya vəzləri, tutaq ki, bağırsaq şirələri. Axarı hara açılır? Bağırsaq boşluğuna açılır və yaxud da ki, ağız suyu vəzləri. Axarı əsas bədən boşluğu, ağız boşluğuna. Amma bağırsaq şirələri, məsəl üçün, bağırsaq boşluğu bu orqan boşluğuna. Ağız suyu vəzləri əsas bədən boşluğuna açılır. Tər vəzləri dərinin səthinə axır. Ona görə biz deyirik ki, ifraz etdiyi sekresiya məhsulları ya orqan boşluğuna, ya bədən boşluğuna, ya da ki, dərinin səthinə axır deyirik. Nələrə aiddir xarici sekresiya vəzlərinə? Ağız suyu vəzləridir, tər vəzidir, piy vəzidir, göz yaşı vəzləridir, qulaq kiridir, qaraciyərdir, mədə vəzləri, bağırsaq vəzləri, kişilərdə prostat vəzi, süd vəzləri, bunlar nəyə aiddir? Deməli, xarici sekresiya vəzlərinə aiddir. Sonda qarışıq vəzlər. Qarışıq vəzlər nədir uşaqlar? Qarışıq vəzlər həm daxili sekresiya vəzi kimi fəaliyyət göstərir, həm də xarici sekresiya vəzi kimi fəaliyyət göstərir. Yəni, onlar həm
hormon hazırlayır deyəcəyik. Həm də ki, xarici sekresiya vəzi kimi, məsələn, məadaltı vəzi fermentlər hazırlayır və yaxud da ki, toxumluq və yumurtalığın xarici sekresiya vəzi kimi hazırladığı bioloji fəal maddəyə biz hüceyrə deyirik. Yumurtalıqda xarici sekresiya vəzi kimi yumurta hüceyrə, toxumluqda isə xarici sekresiya vəzi kimi spermatozoid hüceyrəsi hazırlanır deyirik. Daxili sekresiya vəzi kimi isə yumurtalıqda estrogen, progesteron, toxumluqda androgen və testosteron hormonları sintez olunur deyəcəyik. Həmçinin məadaltı vəzi də qarışıq sekresiya vəzidir. O da daxili sekresiya vəzi kimi insülin glikagon hormonu hazırlayır. Bu da qanda şəkərin miqdarını tənzimləyir. Xarici sekresiya vəzi kimi isə axarı orqan boşluğuna, yəni nazik bağırsağa açılan fermentlər. Hansı fermentlər? Tripsin, amilaza, nukleaza, lipaza fermentləri hazırlayır deyirik. Və məsəl üçün orada biz deyəcəyik ki, tripsin nazik bağırsaqda zulalları amin turşularına parçalayır. Amilaza karbohidratları glukozaya parçalayır. Nukleaza həzmi keçəndə orada da keçəcəyik. Nuklein turşularını nukleotidlərə parçalayır. Lipaza yağları gliserin və yağ turşusuna parçalayır. Bu, məadaltı vəzin xarici sekretor funksiyasıdır. Və məadaltı vəzi biz dedik ki, məadaltı vəzin, belə deyək ki, qoy bir dənə, məadaltı vəzi biz dedik ki, həm xarici, həm daxili sekresiya vəzi kimi fəaliyyət göstərirdi və məadaltı vəzin xarici sekretor funksiyası pozulanda pankreatit xəstəliyi yaranır. Deməli, məadaltı vəzin xarici sekretor funksiyası pozulanda nə yaranır uşaqlar? Pankreatit xəstəliyi yaranır. Yəni, burada amilaza fermentinin sintezi pozulur və nişasta uzun müddət bağırsaqda qalaraq qıcqırma yaradır. Bu da ki, normalda biz bilirik ki, nazik bağırsaqda qələvi mühitdir, amma artıq bağırsaqda tuş mühit yaranır deyirik. Bu da ishala səbəb olur. Bu, məadaltı vəzin xarici sekretor funksiyası pozulanda yaranan yəni xəstəlikdir. Amma mədə altı vəzin, deməli, xarici sekretor funksiyası pozulanda nə yarandı uşaqlar? Pankreatit. Amma daxili sekretor funksiyası pozulanda isə orada, məsələn, biz dedik ki, məadaltı vəzi daxili sekresiya vəzi kimi insülin və glikagon hormonları hazırlayırdı. İnsülin qanda şəkərin miqdarını azaldır, glikagon isə artırır. Daxili sekretor funksiyası pozulanda şəkərli diabet xəstəliyi yaranır deyəcəyik. Sonuna gəldik, deməli, indi gəlin başlayaq daxili sekresiya vəzlərinə keçək bir-bir. Yenə deyirəm, qarışıq sekresiya vəzlərinə nələr aid oldu? Qarışıq sekresiya vəzlərinə aid oldu mədə altı vəzi, bir də cinsiyyət vəzləri. Kişi cinsiyyət vəzləri toxumluq heç bir boşluqda yerləşmir. Qadın cinsiyyət vəzləri isə nələri dedik? Yumurtalıqlar dedik. Toxumluqda daxili sekresiya vəzi kimi nə hazırlanırdı? Deməli, toxumluqda daxili sekresiya vəzi kimi androgen və testosteron hormonu. Bəs yaxşı, xarici sekresiya vəzi kimi nə hazırlanır toxumluqda? Spermatozoid hüceyrəsi hazırlanır deyəcəyik. Gəldik indi yumurtalığa. Yumurtalıqda xarici sekresiya vəzi kimi nə hazırlandı? Xarici sekresiya vəzi kimi hazırlandı yumurta hüceyrə və burada bir şeyə də fikir verin ki, toxumluq və yumurtalıqda xarici sekresiya vəzi kimi hazırladığı bioloji fəal maddəyə nə deyirik? Hüceyrə deyirik. Daxili sekresiya vəzi kimi isə burada nə hazırlanacaq? Estrogen və progesteron hormonu və bir şeyi də yadınızda saxlayın ki, toxumluqda və yumurtalıqda, yəni cinsiyyət vəzlərində hazırlanan daxili
hormonlar, daxili sekresiya vəzi kimi hazırladığı hormonlar, yəni androgen, testosteron, qadınlarda estrogen, progesteron, bunlar nə mənşəlidir uşaqlar? Lipid mənşəlidir və bunların sintezi hansı orqanoid? Orqan yox ha, orqan olaraq demirik. Hansı biz hüceyrənin strukturları keçmişdik, orqanoidlər. Hansı orqanoidlərdə gedir? Bunlar lipid mənşəlidir. Lipidin də sintezi hansı orqanoiddə gedir uşaqlar? Lipidin sintezi də gedir hamar endoplazmatik şəbəkədə və Golgidə. Məadaltı vəzini də dedik. Məadaltı vəzi daxili sekresiya kimi insulin və glikagon hormonu, bunlar qanda şəkərin miqdarını tənzimlədir. Xarici sekresiya vəzi kimi bunun axarı açılır orqan boşluğuna, yəni 12 barmaq bağırsağa və məadaltı vəzi hansı fermentləri 12 barmaq bağırsağa, hazırladığı hansı fermentlərin axarı 12 barmaq bağırsağa açıldı? Lipaza, amilaza, nükleaza, bir də nə dedik uşaqlar? Tripsin dedik. Bunların da funksiyalarını bayaq saydıq və məadaltı vəzin xarici sekretor funksiyası pozulanda yarandı pankreatit xəstəlik, daxili sekretor funksiyası pozulanda isə yarandı şəkərli diabet xəstəliyi. Aydın oldu uşaqlar bu. Bu hissə ilə bağlı qaranlıq qalan nəsə var qızlarım? Uşaqlar arada səs eləyin. Nəsə qaranlıq qalan hissə yoxdur ki? Xeyr. Əla. Gələk indi nəyə? Bax, burada vəzlərin tərifi verib, onsuz da biz bunları dedik. Xüsusi axacağı olan hazırladığı bioloji fəal maddəni orqan boşluğuna, xarici mühitə və ya əsas bədən boşluğuna ifraz eləyənlər adlandı xarici. Axacağı olmayan hazırladığı bioloji fəal maddəni, yəni hormonu qana ifraz edənlərə nə dedik? Daxili sekresiya vəzləri. Həm hormon, həm xarici sekresiya məhsulu hazırlayanlara qarışıq vəzlər dedik. Deməli, bir dənə ümumiləşdirmə eləyək. Xarici sekresiya vəzlərinin hazırladığı bioloji fəal maddələr nələr oldu? Sekretlər ola bilər, şirə ola bilər, fermentlər deyə bilərik. Hətta qarışıq vəzlərdən olan yumurtalıq və toxumluqlar xarici sekresiya vəzi kimi hazırladığı bioloji fəal maddənin adı nə oldu? Hüceyr oldu. Daxili sekresiya vəzlərinin hazırladığı bioloji fəal maddənin adı nə oldu? Hormon oldu. Gələk indi nəyə? Gələk indi daxili sekresiya vəzləri hansılardır və hansı boşluqlarda yerləşir? Bunlara baxaq. Deməli, daxili sekresiya vəzləri ümumiyyətcə biz götürürük 6 növ, 10 ədəd daxili sekresiya vəzləri var. Uşaqlar, bunlardan əlavə hətta 11-12 yaşlarından artıq sarı cisimdə müvəqqəti qızlarda sarı cisim müvəqqəti daxili sekresiya vəzsi rolunu oynayır. Bir də hamiləlik dövründə cift sarı cisimlə yanaşı cift də müvəqqəti daxili sekresiya vəzsi rolunu neynir? Oynayır deyirik. Gələk indi nəyə? Gələk indi ilk öncə yuxarıdan aşağı gələk. Kəllə boşluğunda yerləşən daxili sekresiya vəzləri hansılardır? Hipofiz və epifiz vəzi. Hipofiz vəzi bir növ bir ədəddir, epifiz vəzi də bir növ bir ədəddir. Onda ümumi kəllə boşluğunda yerləşən daxili sekresiya vəzləri neçə növ neçə ədəd olacaq? 2 növ 2 ədəd olacaq. Keçək indi döş boşluğunda. Döş boşluğunda yerləşən daxili sekresiya vəzi timus vəzidir. Timus vəzi də bir növ bir ədəd götürürük. Qarın boşluğunda yerləşənlər isə böyrək üstü vəzi. Böyrək üstü vəzi bir növ 2 ədəddir. Bu sadaladığım nədir uşaqlar? Hormon belə daxili sekresiya vəzləridir, üzrlü sayın. Deməli, ümumi 6 növ 10 ədəd daxili sekresiya vəzi var idi. Bunun neçə növ neçə ədədi boşluqda yerləşdi? Bunun 4 növ 5 ədədi. 2 ədəd, hipofiz, epifiz 2 ədəd bu, timus 1 ədəd bu, böyrək üstü 2 ədəd də bu 5 ədəd. Növdəki hipofiz, epifiz hərəsi 1 növ 2 növ, timus 3, böyrək üstü də 1. Oldu 4 növ. 4 növ 5 ədədi
cəmi neçə boşluqda yerləşir uşaqlar? 3 boşluqda yerləşir deyəcəyik. Bəs yaxşı, heç bir boşluqda yerləşməyən daxili sekresiya vəzləri hansılardır? Heç bir boşluqda yerləşməyən daxili sekresiya vəzləri qalxana bənzər vəzi bir növ bir ədəd, bir də qalxana bənzər ətraf vəzi bir növ 4 ədəd. Bunlar heç bir boşluqda yerləşmir. Onda ümumi heç bir boşluqda yerləşməyənlərdə nə qədər oldu uşaqlar? 2 növ 5 ədəd götürəcəyik. Deməli, ümumi 6 növ 10 ədədin deyəcəyik ki, 4 növ 5 ədədi 3 boşluqda yerləşir, 3 boşluqda yerləşir. 2 növ 5 ədədi isə heç bir boşluqda neynir uşaqlar? Yerləşmir. Bu da bizim qaydamız. İndi gələk nəyə? İndi biri var uşaqlar, sizə daxili sekresiya vəzləri deyirəm. Biri də var, ümumi hormon ifraz edən vəzlər deyirəm. Bax, bunlara da diqqət yetirək. Gələk nəyə? Biz hormon ifraz edən daxili sekresiya vəzi yox, hormon ifraz edən vəzlər desək, bax, bir tərəfdə birinci qızları yazıram, sonda da oğlanları yazacağım. Bax, qızlarda fərqi yoxdur. Qızlarda da, oğlanlarda da daxili sekresiya vəzləri nə götürdük? 6 növ 10 ədəd götürürük. Düzdürmü? Gələk indi nəyə? Gələk indi qızlarda 2 yerə bölürəm. Deməli, qızlarda hormon ifraz edən vəzlər. Uşaqlar, burada baxın, ifraz edən nələr? Vəzlər. İndi burada nəyə diqqət yetirirsiniz? Yazıram, qızlarda hormon ifraz edən vəzlər. Daxili sekresiya vəzi yazmadım ki, yox. Burada nə yazmışdım? Daxili sekresiya vəzi. Bir şey yadınızda saxlayın. Hormon ifraz edən vəz deyirəmsə, burada neyniyəcəyik qızlar? Həm daxili sekresiya vəzini götürəcəyik, üstəgələk həm də qarışıq vəzləri də götürəcəyik. Axı, qarışıq vəzlər də hormon hazırlayırdı. Qarışıq vəzlər də biz dedik ki, daxili sekresiya vəzi kimi neynirdilər? Hormon hazırlayırdılar. İndi gəlin baxaq. Qızlarda hormon ifraz edən vəzlər. Yazıram bura 3 yaşlı qız, 3 yaşlı qız, bir də yazıram 13 yaşlı qız, 13 yaşlı qız. Aha, 3 yaşlı qızlar hormon ifraz edən vəzlər hansılardır? Yenə hipofiz, yuxarıdan aşağı gəlirəm. Hipofiz, epifiz, aha. Sonda timus vəzi götürəcəyik. Sonda nə götürəcəyik uşaqlar? Mədə altı. Sonda böyrək üstü. Sonda qalxana bənzər. Mən niyə bunu belə yazdım? Boşluqda olanları bir yazdım sırayla, boşluqda olmayanları da ayrıca. Qalxana bənzər və qalxana bənzər ətraf. Gəlin baxaq. 3 yaşlı qızda hormon ifraz edən vəzlər. Hipofiz bir növ bir ədəd. Epifiz bir növ bir ədəd. Bunlar yerləşir hansı boşluqda? Kəllə boşluğunda. Gəldi indi timus bir növ bir ədəd. Yerləşir hansı boşluqda? Döş boşluğunda. Mədaltı vəzi və böyrəküstü vəzi. Mədaltı vəzi bir növ bir ədəd. Böyrəküstü vəzi bir növ 2 ədəd. Bu da elədi ümumi 2 növ 3 ədəd. Bunlar da yerləşir harda? Qarın boşluğunda. Qalxana bənzər və qalxana bənzər ətraf vəzi. Qalxana bənzər vəzi bir növ bir ədəd. Qalxana bənzər ətraf vəzi isə bir növ 4 ədəd. Deməli, 2 növ 5 ədəd, 2 növ 5 ədəd heç bir boşluqda yerləşmir. Heç bir boşluqda neynir uşaqlar? Yerləşmir. İndi burada nəyə diqqət yetiririk uşaqlar? Deməli, ümumi biz dedik ki, hormon ifraz edən vəz deyəndə daxili sekresiya vəzi, üstəgələk qarışıq vəzi də götürürük. 3 yaşlı qızlarda yumurtalıqlar fəaliyyət göstərmədiyi üçün yumurtalığı götürmədik, amma mədaltı vəzini götürdük. Deməli, bayaq bizim daxili sekresiya vəzimiz neçə ədəd idi ümumi? 6 növ 10 ədəd. Üstə də gəldim,
Bir növ bir ədəd nəyi? Məd-altı vəzni. Onda cəmi nə qədər oldu uşaqlar? 7 növ neçə ədəd? 11 ədəd. Yenə bu 7 növ 11 ədədin 2 növ 5 ədədi, yəni qalxana bənzər vəzi və qalxana bənzər ətraf vəzi heç bir boşluqda neyniyəcək uşaqlar? Yerləşməyəcək. Heç bir boşluqda yerləşmir. Yerdə qalan digər neçə növ qalır uşaqlar? 5 üzrlü sayın. Deməli biz 5 növ 6 ədədi yenə cəmi neçə boşluqda olacaq? 3 boşluqda. 3 boşluqda yerləşir deyəcəyik. Uşaqlar, bir şeyə diqqət yetirək. Nəyə? Bax, kəllə boşluğunda bəli, hormon ifraz edən vəzlər də desə, daxili sekresiya vəzlər də desə 2 növ 2 ədəd. Döş boşluğunda hormon ifraz edən vəzlər də desə və ya daxili sekresiya vəzi desə, yenə sayı dəyişmir. 1 növ 1 ədəd. Amma qarın boşluğunda sualın qoyuluşuna diqqət yetirirsiniz. Qarın boşluğunda daxili sekresiya vəzi desə, nə götürəcəyik? 1 növ 2 ədəd böyrək üstü vəzi. Amma qarın boşluğunda hormon ifraz edən vəz desə, onda 2 növ 3 ədəd götürəcəyik. Çünki burada həm deməli məd-altı vəzi, həm də böyrək üstü vəzi. Deməli sualın qoyuluşuna testdə diqqət yetiririk. Qarın boşluğunda hormon ifraz edən vəz deyəndə orada qarışıq da nəzərə alınır. Ona görə həm məd-altı vəzi, həm böyrək üstü vəzi 2 növ 3 ədəd. Yox, əgər testdə bizə hormon ifraz edən vəzi yox desə ki, 3 yaşlı qızın qarın boşluğunda neçə növ neçə ədəd daxili sekresiya vəzi yerləşir? Onda adı üstündə burada daxili sekresiya vəzi hansı vəzdir? Böyrək üstü vəzi. Nə deyəcəyik uşaqlar? 1 növ 2 ədəd deyəcəyik, amma hormon ifraz edən deyəndə nə götürəcəyik? 2 növ 3 ədəd götürəcəyik. Sonra gəldik nəyə? Gəldik 13 yaşlı qızda. 13 yaşlı qızda bu sadaladığımız 7 növ 11 ədədin üzərinə, yəni bir də adlarını buraya yazmıram. Hipofiz yenə var, epifiz var, timus var, məd-altı vəzi var, böyrək üstü var, qalxana bənzər var, qalxana bənzər ətraf var. Yəni biz neçə növ neçə ədəd saymışdıq bayaq? 7 növ 11 ədədin üzərinə gələcəyik 1 növ 2 ədəd nələri? Yumurtalıqları. 1 növ 2 ədəd yumurtalıqları. Hətta 10 yaşlı qızda da desə götürə bilərik. Çünki biz bilirik ki, qızlarda yumurtalığın fəaliyyətə başlaması 10 yaşından başlayır. Deməli, burada 7 növ 1 ədəd bayaq saydıqlarımızın üzərinə 1 növ 2 ədəddə nəyə gəldik? Yumurtalıqları gəldik. Və uşaqlar, indi nə qədər olacaq onda? 8 növ, 7 növ 11 ədəd idi. 7 növ 11 ədədin üzərinə 1 növ 2 ədəddə gələndə eləyəcək 8 növ 13 ədəd. Yenə biz deyəcəyik ki, bu 8 növ 13 ədədin 2 növ 5 ədədi, yəni hansıdır bu yenə? Qalxana bənzər vəzi və qalxana bənzər ətraf vəzi heç bir boşluqda neynir uşaqlar? Yerləşmir. Yerdə qalan yerləşmir. Yerdə qalan 8 növdən 2 növü çıxanda 6 növ 8 ədədi isə 6 növ 8 ədədi indi cəmi neçə boşluqda yerləşəcək? Cəmi 4 boşluqda. Amma 3 yaşlı qızda biz 5 növ 6 ədədi 3 boşluq götürmüşdük. Boşluq sayı bunlarda neynədir? Hormon ifraz edən vəzlərin yerləşdiyi boşluq sayı artdı. Niyə? Çünki yumurtalıqlar hansı boşluqda yerləşir uşaqlar? Çanaq boşluğunda yerləşir. Deməli 6 növ 8 ədədi cəmi 4 boşluqda yerləşəcək. Yenə deyəcəyik hipofiz fərqi yoxdur. Kəllə boşluğu, timus döş boşluğu, məd-altı vəzi və böyrək üstü vəzi qarın boşluğu, yumurtalıqlar isə çanaq boşluğunda deyəcəyik. Məsələn, çanaq boşluğunda 1 növ 2 ədəd. O da nəyi götürürük? Yumurtalıqları götürürük. Aydın oldu uşaqlar bu da.
cəmi 4 boşluqda. Deməli, 13 yaşlı qızlarda hormon ifraz edən vəzlər cəmi 4 boşluqda yerləşir. Amma 3 yaşlı qızda hormon ifraz edən vəzlər cəmi 3 boşluqda yerləşir. Deməli, bunlarda boşluq sayı neynədir? Artdı. İndi keçək oğlanlara. Oğlanlarda necə hesablayırıq? Oğlanlarda hormon ifraz oğlanlarda hormon ifraz edən vəzlər. Aha. Oğlanlarda hormon ifraz edən vəzlər yenə yazıram 3 yaşlı oğlan. Məsəl üçün bura yazıram 13 yaşlı oğlan. Aha. Yenə eyni qızlarda olduğu kimi uşaqlar. Burada 3 yaşlı qızla 3 yaşlı oğlan eynidir. Yəni hipofiz vəzi, epifiz vəzi, timus vəzi, mədə altı vəzi, böyrək üstü vəzi, qalxana bənzər vəzi, qalxana bənzər ətraf vəzi. Bunlar 1, timus 1, mədə altı vəzi sayı 1, böyrək üstü vəzi sayı 2, qalxana bənzər vəzi 1, qalxana bənzər ətraf vəzi 4. Yəni, eyni qaydanı deyəcəyik. Kəllə boşluğunda 2 növ 2 ədəd, döş boşluğunda 1 növ 1 ədəd, qarın boşluğunda 2 növ 3 ədəd, mədə altı vəzi ilə böyrək üstü vəzi, heç bir boşluqda yerləşmir, qalxana bənzər və qalxana bənzər ətraf vəzi. Yəni, bayaq dediyim qayda eyni burada da keçərlidir. Ümumi götürəcəyik 7 növ 11 ədəd və deyəcəyik bu 7 növ 11 ədədin yenə eyni qızlarda olduğu kimi 2 növ 5 ədədi heç bir boşluqda yerləşmir. Qalan 5 növ 6 ədədi isə cəmi 3 boşluqda yerləşir deyirik. Və bayaq dediyim qayda yenə, məsəl üçün, desək ki, 3 yaşlı oğlanda qarın boşluğunda yerləşən daxili sekresiya vəzi, onda 1 növ 2 ədəd böyrək üstü vəzini götürürsünüz. Amma 3 yaşlı oğlanda qarın boşluğunda yerləşən hormon ifraz edən vəzlər deyəndə isə böyrək üstü vəzinlə yanaşı mədə altı vəzini də neyniyəsiz, götürəsiz. Gələk indi 13 yaşlı. 13 yaşlı oğlanlarda bu 7 növ 11 ədədin üzərinə gəlirik. 1 növ 2 ədəd nəyi uşaqlar? Toxumluq. Aha. Deməli, olacaq onda cəmi 8 növ neçə ədəd? 13 ədəd. Amma burada bir şeyə diqqət yetirək. Bayaq biz qızları yumurtalığı götürdük hansı boşluqda? Çanaq boşluğunda, düzdürmü? Və qızlardan fərqli olaraq oğlanlarda toxumluq heç bir boşluqda yerləşmir. Və bayaq biz, məsəl üçün, 3 yaşlı qızda da, 13 yaşlı qızda da heç bir boşluqda yerləşməyən vəzlərin sayını 2 növ 5 ədəd götürmüşdük. Qalxana bənzər və qalxana bənzər ətraf vəzi götürmüşdük. Amma qızlardan fərqli olaraq oğlanlarda, məsələn, 3 yaşlı oğlanda heç bir boşluqda yerləşməyən deyəndə götürürdük 2 növ 5 ədəd. Düzdürmü? Amma 13 yaşlı oğlanda heç bir boşluqda yerləşməyən hormon ifraz edən vəz deyəndə götürəcəyik qalxana bənzər vəzi 1 növ 1 ədəd, qalxana bənzər 1 növ 1 ədəd, qalxana bənzər ətraf vəzi 1 növ 4 ədəd, bir də toxumluğu götürəcəyik. Çünki bunlarda toxumluqlar da heç bir boşluqda yerləşmir, xaricdə yerləşir. 1 növ 2 ədəddə bunu. Onda 13 yaşlı oğlanda heç bir boşluqda yerləşməyən hormon ifraz edən vəzlər desə, məsəl üçün, yenə, amma burada da bir sualın qoyuluşuna diqqət yetirək. 13 yaşlı oğlanda heç bir boşluqda yerləşməyən daxili sekresiya vəzi desə, yenə qalxana bənzərlə qalxana bənzər ətrafı götürəsiz. Amma 13 yaşlı oğlanda heç bir boşluqda yerləşməyən daxili sekresiya vəzi yox, hormon ifraz edən vəz deyəndə nə götürəsiz uşaqlar? Deməli, onda götürəcəyik 3 növ 7 ədəd.
qalxana bənzər bir növ 1 ədəd, qalxana bənzər ətraf bir növ 4 ədəd, toxumluq isə deməli nə götürdük uşaqlar? Bir növ 2 ədəd. Bəs boşluqda yerləşənlər, boşluqda yerləşən bunlarda yenə ilə cəmi 3 boşluqda. Yenə hipofiz vəzi, epifiz vəzi oğlanlarda da kəllə boşluğunda, timus vəzi döş boşluğunda, mədaltı vəzi və böyrək üstü vəzi qarın boşluğunda. Deməli, 3 yaşlı oğlanda da hormon ifraz edən vəzlər cəmi 3 boşluqda oldu. 13 yaşlı oğlanda da hormon ifraz edən vəzlər cəmi neçə boşluqda oldu? 3 boşluqda yerləşdi. Yəni, bunlarda boşluq sayı dəyişmir. Amma qızlarda fərqli idi. Qızlarda 3 yaşlı qızlarda hormon ifraz edən vəzlər 3 boşluqdaydı. Amma 13 yaşlı qızlarda hormon ifraz edən vəzlər neçə boşluqdaydı? 4 boşluqdaydı. Aydın oldu uşaqlar. Bura qədər kiminsə nəsə başa düşmədiyi varsa buyursun desin. Deməli, bir dənə qısa özət keçək, indiyə qədər keçdiyimiz hissədən sonra davam edeyim. Biz vəzləri neçə yerə böldük uşaqlar? Vəzləri neçə yerə böldük? Bir dənə sürətli deyin görüm. 3 yerə. 3 yerə. Nəyə əsasən 3 yerə böldük? Nəyə əsasən 3 yerə böldük? İfraz olunduqları yerlərə görə. Hansı idi bu? 3 yerə böldüyümüz hansı idi? Daxili, xarici, qarşı. Daxili nə idi Aydan? Aydan, daxili hazırladığı bioloji fəal maddə nə adlanırdı və hara ifraz edirdi? Xüsusi axacıqları olurdu da. Yox, daxilinin xüsusi axacağı var idi mi? Xeyr. Hazırladığı bioloji... Bədən boşluğuna. Yox, bir dəqiqə mən balam. Daxilini deyirəm. Daxili bədən boşluğu demədi yaxı Aydan. Daxilinin hazırladığı, Nərgiz daxilinin hazırladığı bioloji fəal maddə nə idi? Hara ifraz edirdi? Hormon adlanırdı, qana ya da birləşdirici toxuma. Və ya birləşdirici toxuma deyirik də, qan maye birləşdirici toxumadır axı. Deməli, daxili sekresiya vəzinin axacağı yoxdur. Hazırladığı bioloji fəal maddəni, yəni hormonu qana ifraz edir. Fərdi xarici sekresiya vəzinin hazırladığı bioloji fəal maddələrə nə deyirdik? Hormonlar idi. Hormon daxili, xarici idi mi Fəridə? Yox, daxili də hormon. Bəs xaricidə nə deyirdik? Bədən boşluğunu ifraz eləyirdi. Bədən boşluğu, orqan boşluğu, dərinin səthi, nə deyirdik onların hazırladığı bioloji fəal maddəyə? Sekret deyirdik. Şirə, sekret, ferment, hüceyrə, hətta dedik ki, toxumluq və yumurtalıq xarici sekresiya vəzi kimi nə edirdi? Hüceyrə hazırlayırdı. Yaxşı, daxili sekresiya vəzləri neçə növ, neçə ədəd oldu uşaqlar? 6 növ 10 ədəd. 6 növ 10 ədəd. Bu neçə növ, neçə ədədi boşluqda yerləşir, neçə növ, neçə ədədi boşluqda yerləşmir? 2 növ 5 ədədi yerləşmirdi, qalanları yerləşir. 4 növ, deməli, 5 ədəd. 5 ədədi isə yox, daha doğrusu 4 növ 5 ədədi yerləşirdi. Yaxşı, heç bir boşluqda yerləşməyən daxili sekresiya vəzləri hansılar idi? Toxumluq. Yox, daxili sekresiya vəzi deyirəm. Qalxana bənzər, ətraf. Bəli, qalxana bənzər və qalxana bənzər ətraf vəzi deyirik. Düzdür, tamamilə doğrudur. Qarın boşluğunda neçə növ, neçə ədəd daxili sekresiya vəzi var dedik? 1 növ 2 ədəd. Bəs qarın boşluğunda, uşaqlar hamınız mikrofonu açın, aktiv olun. Qarın boşluğunda hormon ifraz edən vəzlər desəm neçə növ, neçə ədəd götürürük? 2 növ 3 ədəd. Bəli, artıq böyrək üstü ilə yanaşı mədaltı vəzində orada nə edirik? Nəzərə alırıq. Mədaltı vəzin dedik, xarici sekretor funksiyası pozulanda hansı xəstəlik yarandı? Daxili sekretor funksiyası pozulanda hansı? De görün Fəridə. Pankreat xəstəliyi yaranırdı. Bəs daxili sekretor funksiyası pozulanda? İnsulin çatışmırı, şəkərli diabet. Şəkərli diabet xəstəliyi yaranır, düzdür, tamamilə doğrudur. Hansı... Şəkərli diabet xaricidir, yoxsa daxilidir? Daxili. Hormonla əlaqəli olan daxilidir. Pankreatit xaricidir, şəkərli diabet daxilidir. Hansı vəzlərin hazırladığı hormonlar lipid mənşəlidir?
Cinsiyyət. Cinsiyyət. Cinsiyyət vəzləri. Bəli, bunlar hüceyrənin hansı orqanoidlərində sintez oluna bilər cinsiyyət hormonları? Yəni androgen, testosteron, östrogen, progesteron harda sintez oluna bilər? Holcidə, bir də hamar endoplazmatik şəbəkə. Bəli, Holcidə və hamar endoplazmatik şəbəkədə. Bəs mədaltı vəzin, məsəl üçün, digər vəzlərin hormonlarını nə mənşəli götürdük biz? Digər Zülal vəzlərin mənşəli. hormonları. Zülal mənşəli. Bəs onların sintezini hansı orqanoidlərdə götürə bilərdik uşaqlar? Dənəvərdə, ribosomda. Bəli, Ribosom. şəbəkə, ribosom, Mitoxondriyada. bunlarda deyəcəyik. 3 yaşlı qız, 3 yaşlı, 13 yaşlı qızda hormon ifraz edən vəzlər. 3 yaşlı qızda neçə boşluq dedik? 13 yaşlı qızda neçə boşluq dedik? 3-də 3 boşluq dedik, 13-də 4 boşluq. 4 boşluq dedik. Bəli, yumurtalıqlar artıq fəaliyyət göstərir. Onlar da hormon ifraz edən vəzlərdə çanaq boşluğunda. Bəs oğlanları necə? 3 yaşlı oğlanla 13 yaşlı oğlanı müqayisə eləyəndə 3 yaşlı oğlanda hormon ifraz edən vəzlər neçə boşluqda? 13 yaşlı oğlanda hormon ifraz edən vəz neçə boşluq götürdük? 3 3 götür. yaş olanı da üstüydü, 13 yaş olanı Ay da sağ ol. üstü. Onlarda boşluq sayı Çünki neydi? toxumluq heç bir boşluqda yerləşmir. Ay sağ ol. Yaxşı, 3 yaşlı oğlanda heç bir boşluqda yerləşməyən hormon ifraz edən vəzlər neçə növ, neçə ədəd götürdük? 13 yaşlı oğlanda heç bir boşluqda yerləşməyən hormon ifraz edən vəzləri neçə növ, neçə ədəd götürdük? 3 yaşlı oğlanda 2 növdür. 2 növ. 2 növ 5 ədəd. Bəli. Bəs 13 yaşlı 5 oğlanda ədəddir. 13 yaşlıda isə Onda 3 növdür. 7 ədəd. Ay sağ ol. 3 növ 7 ədəd. 1 növ 2 ədəd toxumluğu da neynədiniz qızlar? Üzərinə gəldiniz. Bax belə aktiv olun. Sonra gələk indi davama. Keçək indi bir-bir daxili sekresiya vəzlərinin hər birinin hormonları, onların funksiyaları, bunları bir-bir sizə izah eləyim. Gələk ilk öncə burada nəyə? Elə nə ilə gəlir o ardıcıllıqla da gedəcəm uşaqlar. Slaydımızda eybi yox. Timus vəzi. Timus vəzi biz deyirik ki, döş boşluğunda yerləşir və belə deyək ki, döş sümüyünün arxasında yerləşir. Yuxarıdan nəfəs borusuna, aşağıdan isə aortaya birləşir deyəcəyik. Timus vəzinin ifraz etdiyi hormonun adı timozin hormonudur və timozin hormonunun funksiyası nədir? Biz deyirik ki, timozin hormonu uşaqlarda vaxtından əvvəl cinsi yetişkənliyin qarşısını neynir? Alır. Cinsiyyət vəzlərin vaxtından əvvəl inkişafının qarşısını alır deyirik. Həmçinin orqanizmdə immun sistemi. Deməli, biz deyəcəyik ki, timus vəzi immun sisteminin yaranmasında əsas rol oynayan vəzi. Nə götürəcəyik uşaqlar? Timus vəzini götürəcəyik. Yəni, bunlar qanda limfositlərin miqdarını artırır və infeksiyon xəstəliklərdən orqanizmin qorunmasında iştirak edir. Timus vəzinin digər adı nədir uşaqlar? Çəngələ bənzər vəzdir deyəcəyik. Deməli, timus vəzi ifraz etdiyi hormon nə oldu? Timozin hormonu. Timozin hormonunun funksiyası nədir? Timozin hormonu uşaqlarda vaxtından əvvəl cinsiyyət vəzlərinin inkişafının qarşısını alır. Bir də orqanizmin immun sistemini möhkəmləndirərək infeksiyon xəstəliklərə qarşı müqavimətini neynir? Artırır deyirik. Bir də bir şey yadınızda saxlayın uşaqlar. Biz deyirik ki, mikrobiologiyanı keçəndə orada vurğulamışıq ki, məsələn, yaşlı insanlarda pnevmoniyanın gedişi ağır olur. Uşaqlarda isə yüngül olur. Buna səbəb nədir? Deməli, yaşla əlaqədar timus vəzində baş verən dəyişikliklərdir. Yəni, uşaqlarda timus vəzinin ölçüsü maksimum olur, amma yaşlı insanlarda timus vəzinin ölçüsü kiçilir. Və timus vəzinin ölçüsü kiçildiyi üçün burada limfositlərin miqdarıdır, onların funksional aktivliyidir, fagosit hüceyrələrin aktivliyinin azalması yaşlı insanlarda pnevmoniyanın belə deyək ki, ağır keçməsinə səbəb olur deyirik. Bir də bir şey də yadınızda saxlayın ki, indi biz hipofiz vəzini keçəndə deyəcəyik ki, hipofiz vəzinin ifraz etdiyi boy hormonu, somatotrop hormonu çatışmayanda bu da timus vəzinin inkişafdan qalmasına və
immun reaksiyalarının zəifləməsinə gətirib çıxarır. Bax, bunu xüsusi olaraq bir kənara qeyd eləyin ki, ya somatotrop hormonunu keçəndə elə orada qeyd eləyərsiniz ki, somatotrop hormonunun çatışmaması timus vəzinin inkişafdan qalmasına səbəb olur. Bu da immun reaksiyalarının zəifləməsinə gətirib çıxarır deyəcəyik. Sonra gəldik nəyə uşaqlar? Gələk indi burada bizə verilib qalxana bənzər vəzi və qalxana bənzər ətraf vəzi. Qalxana bənzər vəzi biz dedik ki, baxın bu şəkildə qalxana bənzər ətraf vəzi düyü boyda 4 dənə olur. Bu yaşılla işarələnənlər onlardır. Hələ ki burada baxaq nəyə? Deməli, qalxana bənzər vəziyə. Qalxana bənzər vəzi biz dedik ki, bir növ bir ədəddir və heç bir boşluqda neynir? Yerləşmir. Qalxana bənzər vəzin hormonları, hazırladığı hormonlar hansılardır uşaqlar? Qalxana bənzər vəzin hazırladığı hormonlar trioksin, triot, trionin, bir də kalsitonin. Deməli, necə dedik? Qalxana bənzər vəzi heç bir boşluqda yerləşmir. Hormonları trioksin, kalsitonin, biri də triot, trionin deyəcəyik. Və qalxana bənzər vəzin hormonları maddələr mübadiləsinin sürətlənməsinə, qan təzyiqidir, sinir sisteminin həssaslığının artması, yəni bunlarda hormonlar çox ifraz olunması maddələr mübadiləsinin sürətlənməsinə təsir göstərir, qan təzyiqinin və sinir sisteminin həssaslığının artmasına səbəb olur deyəcəyik. Gəlin indi baxaq. Biz dedik ki, bunun hormonları trioksin, kalsitonin və triot, trionin. Bunların hər birinin ayrı-ayrılıqda funksiyalarına baxaq. Trioksin maddələr mübadiləsidir, sinir sisteminin fəaliyyətidir, böyümə inkişafdır, hətta zulal, yağ, karbohidratların parçalanması, oksigenin mənimsənilməsi bunları neynir? Sürətləndirir deyirik. Və bir şeyi yadınızda saxlayın. Nəyi? Trioksin hormonu ümumiyyətcə biz hormonların həm hipofunksiyası deyirik uşaqlar, həm də hiperfunksiyası deyirik. Qoy bir dəqiqə bura keçim. Trioksin hormonu, trioksin hormonu. Aha, yazıram bir tərəfə hipo, bir tərəfə yazıram hiper. Uşaqlar, hipofunksiya çox deməkdir. Daha doğrusu hipo azdır, hiper çoxdur. Hiperaktiv uşaq deyirlər, məsəl üçün çox hərəkətli. Hiperfunksiya, yəni hormonun çox ifraz olunmasıdır, hipo isə az ifraz olunmasıdır. Və trioksin hormonu biz deyəcəyik ki, istər uşaqlarda, istər böyüklərdə, bura yazıram uşaqlar və böyüklər. Hər ikisində normadan çox ifraz olunarsa, bazedov xəstəliyi yaranır. Bazedov. Gələk uşaqlara. Uşaqlarda biz deyəcəyik ki, trioksin hormonu normadan az ifraz olunanda, bunu da yenə 2 yerə bölürəm. Uşaqlar, bir də nə yazırıq bura? Böyüklər yazırıq. Deyəcəyik ki, trioksin hormonu uşaqlarda normadan az ifraz olunanda kritenizm yaranır. Kritenizm yaranır deyirik. Böyüklərdə isə normadan az ifraz olunanda nə yaranır? Miksedema. Miksedemanın digər adı nədir uşaqlar? Selikli şiş deməkdir. Miksedema yaranır deyəcəyik. Deməli, dedik ki, ümumiyyətcə bir şey də yadınızda saxlayın ki, baş şəkilə diqqət yetirin. Qalxana bənzər vəzi özü 2 paydan ibarətdir deyirik. Deməli, gəldik necə? Dedik ki, qalxana bənzər vəzi heç bir boşluqda yerləşmir, 2 paydan ibarətdir. Hormonları kalsitonin, trioksin və triot, trionindir. Trioksin ürək döyüntülərinin sayını artırır dedik, maddələr mübadiləsini sürətləndirir dedik, qan təzyiqidir, sinir sisteminin həssaslığını artırır deyirik. Və trioksin hormonu maddələr mübadiləsinə, böyümə inkişafa, zulal yağ karbohidratların parçalanması bununla yanaşı bunları da tənzimləyir deyirik. Trioksin hormonu uşaqlarda sintezi zəifləyərsə, yəni az ifraz olunarsa,
kretinizm yaranır. Kretinizm nədir uşaqlar? Kretinizmdə həm boyları balaca olur, var. Onsuz da növbəti slaydlarda əlamətləri var. Deməli, boy balaca, boyları balaca olur. Boyları deyirik ki, balaca olur. Kəm ağıl olur, kəm ağıl olur. Həm də bədən mütənasibliyi pozulur. Bədən mütənasibliyi neyinir uşaqlar bunlarda? Pozulur. Bədən mütənasibliyi pozulur deyirik. Sonda gəldik, dedik uşaqlarda, böyüklərdə isə tireoksin hormonu normadan az ifraz olunanda nə yaranırdı? Miksedema yaranırdı. Miksedemanın əlamətləri nədir? Miksedemada deyirik ki, maddələr mübadiləsi zəifləyir, sinir sisteminin oyanıqlığı ləngiyir, xəstə sürətlə kökəlir, dərisi quru olur, saçları seyrək olur, şiş olur və məsəl üçün bunu xəstəliyi necə müalicə edirlər? Xəstəyə tərkibində tireoksin hormonu olan dərmanlar verirlər. Qalxana bənzər vəzin hiperfunksiyası isə dedik fərqi yoxdur. İstər uşaqlar olsun, istər böyüklər olsun. Nəyə səbəb olur? Bazedov xəstəliyini yaradır deyirik. Bazedov miksedemanın tamamilə əksidir. Burada deyəcəyik ki, maddələr mübadiləsi sürətlənir, sinir sisteminin həssaslığı yüksəlir, vəzin ölçüsü artır, gözlər bərəlmiş vəziyyətdə olur. Xəstənin iştahı yaxşıdır, amma buna baxmayaraq xəstə sürətlə arıqlayır. Amma miksedemada iştah yox idi, amma xəstə sürətlə neynirdi? Az hissədə kökəlirdi. Burada isə belə deyək ki, əvvəlcə dərman maddələri ilə müalicə olunur. Əgər dərman lazımi effekti verməyəndə cərrahi yolu ilə vəzin bir hissəsini kəsib götürürlər. Sonra gəldik indi qalxana bənzər vəzin digər hormonu nə idi? Kalsitonin hormonu. Kalsitonin hormonu isə kalsium və fosfor ionlarının qandan sümük toxumasına keçməsini təmin edir. Yəni, kalsium və fosforun qanda miqdarını azaldaraq sümükdə onların miqdarını neynir? Çoxaldır deyirik. Sonra gəldik bura, deməli, tireonin isə yod mübadiləsini tənzimləyir. Baxın, uşaqlar, hamısını vermişəm burada. Tireonin yod mübadiləsini, tireoksin dedik maddələr mübadiləsi, böyümə, inkişaf, sinir sisteminin fəaliyyəti, yağ, zulal, karbohidratların parçalanması, həmçinin ürək döyüntülərinin sayını artırır deyirik. Kalsitonin də kalsium fosfor mübadiləsini tənzimləyir. Bazedovun əlamətləri, baxın, var burada. Maddələr mübadiləsi sürətlənir, göz bəbəyi böyüyür, xəstə çox yeyir, ancaq arıqlayır. Bazedov dedik uşaqlarda da var, böyüklərdə də var. Miksedema isə Bazedov xəstəliyinin əksi olan proses baş verir. Uşaqlarda isə az ifraz olunanda kretinizm, böyüklərdə hormon az ifraz olunanda miksedema, uşaqlarda isə kretinizm. Kretinizmdə dedik boy artımıləngiyir, boyları kiçik olur, bədən mütənasibliyi pozulur, bir də bunlarda ağır kəmliyi yaranır deyirik. Gələk nəyə? Gələk qalxana bənzər ətraf vəzi. Qalxana bənzər ətraf vəzi dedik ki, bir növ, neçə ədəddir uşaqlar? Bir növ 4 ədəddir. Bunlar isə hormonu, paratormon, qalxana bənzər vəzin hazırladığı hormonun adı nədir uşaqlar? Paratormondur. Paratormon isə kalsitonin əksinə olaraq qanda kalsium fosfor mübadiləsini tənzimləyir. Deməli, paratormon kalsitonin sümük toxumasında kalsium fosfor mübadiləsini tənzimləyirdi. Amma paratormon isə qanda kalsium fosfor belə deyək ki, mübadiləsini tənzimləyir. Yəni, bunlar isə kalsium və fosforun sümükdən qana keçməsini, yəni sümükdə onların miqdarını azaldır, qanda miqdarını artırır deyirik. Və qanda bu hormon çatışmazsa, paratormon çatışmazsa, sümüklər böyümür, əzələlər qıc olur və sinir sisteminin oyanıqlığı artır deyirik. Uşaqlar, bax buna da diqqət yetirək. Məsələn, tutaq ki, bu sümükdür. Aha, bu sümük olsun. Deməli, burada yazıram qan.
Aha, qan. Deməli, oxum, bura yazıram. Kalsium, fosfor. Əgər kalsium və fosforu sümükdən qana keçirirsə, yəni sümükdən miqdarını azaldıb, qanda miqdarını artırırsa, bu hansı hormondur? Parat hormon. Yox, əgər kalsium fosforu qandan sümüyə keçirirsə, qandan, yəni qanda miqdarını azaldıb, sümükdə miqdarını artırırsa, bu nədir? Kalsitonin nəyi? Hormonu. Bunu da beləcə nə edirik uşaqlar? Yadda saxlayırıq. Sonra gəldik nəyə? Gələk indi böyrək üstü vəzi. Böyrək üstü vəzi də daxili sekresiya vəzlərinə aiddir. Biz dedik ki, uşaqlar, böyrək üstü vəzi qarın boşluğunda yerləşir. İnsanda sevinç və kədər hissi yaradır. Bir növ kəədətdir. Və ümumiyyətcə biz bilirik ki, belə deyək ki, böyrəklər bu vəzi, böyrək üstü vəzi 2 qatdan ibarətdir. Xarici qabıq qatı və daxili beyin qatı deyəcəyik. Və beyin qatında, daxili beyin qatında ifraz olunan hormonlar hansılardır? Adrenalin, bir də noradrenalin hormonu. Xarici qabıq qatında hormonlarını deyəcəyik. Hələ birinci keçək nəyə? Özdə böyrək üstü vəzlər böyrəyin üstündə yerləşir. Böyrəklərin üstündə yerləşir, üzərində yerləşir deyəcəyik. Deməli, dedik ki, daxili beyin qatının hormonları adrenalin və noradrenalin. Adrenalin biz deyəcəyik ki, qanda şəkərin miqdarını artırır. Necə? O əzələ və qaraciyərdəki ehtiyat halında toplanan glikogeni glikozaya çevirməklə qanda şəkərin miqdarını artırır. Uşaqlar, həmçinin biz mədə-altı vəzi dedik, insülin və glikagon. İnsülin glikozanı glikogenə çevirərək qanda şəkərin miqdarını azaldır. Amma glikagon əksinə, eyni adrenalin kimi glikogeni glikozaya çevirərək glikagon qanda şəkərin miqdarını neyinir? Artırır. Deməli, qanda şəkərin miqdarını artırır həm glikagon hormonu, həm də böyrək üstü vəzin beyin qatının hormonu olan adrenalin hormonunu götürəcəyik. Həmçinin ürək və əzələ fəaliyyətini də neyinir? Sürətləndirir deyəcəyik. Gələk bir də bir şey deyim uşaqlar. İnsülin və glikagon. İnsülin qanda şəkərin miqdarını azaldır, parasimpatik sinirlə tənzimlənir. Glikagon qanda şəkərin miqdarını artırır, onu isə götürəcəyik, simpatik sinirlə tənzimlənir. Noradrenalin isə arterial təzyiqi artırır deyəcəyik. Keçək indi nəyə? Keçək indi xarici qabıq qatının, beyin qatını dedik, keçək indi xarici qabıq qatı. Xarici qabıq qatının hormonları kortizon, bir də hidrokortizon, digər ona aldosteron da deyilir. Kortizon biz deyirik ki, belə deyək ki, bütün orqanizmə təsir edərək zülal və yağların karbohidratlara çevrilməsini, biz bilirik ki, zulallar, yağlar karbohidratlara neyniyə bilər? Çevrilə bilər. Deməli, zulalların, yağların karbohidratlara çevrilməsini təmin edən hormon nədir? Böyrək üstü vəzin qabıq qatında olan kortizon hormonunun iştirakı ilə zulallar və yağlar karbohidratlara çevrilir. Hidrokortizon isə biz deyəcəyik ki, böyrək kanalcıqlarına təsir edərək, yəni bu qıvrım kanalcıqlar var deyək, sidiyin əmələ gəlmə prosesini keçəndə keçəcəyik nefronda, nefron qədəhə bənzər kapsuldan, henli ilgi yayından və kanalcıqlardan ibarətdir. Deməli, hidrokortizon həmin bu kanalcıqlar və böyrəyin qıvrım kanalcıqlarında reabsorpsiya, sorulma prosesi gedir. Deməli, hidrokortizon kanalcıqlara təsir edərək mineralların və suyun səviyyəsini neyinir? Tənzimləyir deyirik. Və biz deyəcəyik ki, hidrokortizon normadan az olduqda adison, yəni bürünc xəstəliyi əmələ gəlir ki, bu zamanda biz deyirik ki, dəri tunç rəngi, yəni bürüncü rəngi alır, iştaha itir,
qusma, ishal, bəzən ölüm halı müşahidə olunur, ölmə səbəb olur deyəcəyik. Aydın oldu uşaqlar. Deməli, bunları dedik. Böyrək üstü vəznində saydıq. Sonda gələk nəyə? Gələk indi deməli, hipofiz vəzi. Hipofiz vəzi yerləşir dedik. Böyrək üstü vəzi harada yerləşirdi uşaqlar? Qarın boşluğunda yerləşirdi. Bir növ kədədi idi sayıda. Gəldi indi hipofiz vəzi. Hipofiz vəzi yerləşir hansı boşluqda uşaqlar? Kəllə boşluğunda. Hipofiz vəzinin özü biz deyirik ki, neçə paydan ibarətdir? 3 paydan ibarətdir. Hansıdır bu? Ön pay, orta pay və arxa pay deyəcəyik. Və bu payların hər biri də xüsusi hormonlar hazırlayır deyirik. Gəlin indi baxaq bir-bir. Ön payının hormonuna biz deyəcəyik somatotrop hormonu. Ön payın hormonu necə adlanır uşaqlar? Somatotrop hormonu. Orta pay intermedin hormonu. Arxa pay məsələn oksitosin hormonu, ondan sonra vazopressin hormonunu neynir? Hazırlayır deyəcəyik. Bu da arxa payın, ön və orta payın nəyi? Hormonları. İndi gəlin baxaq bir-bir. İlk öncə onu deyim ki, uşaqlar, bayaq biz dedik ki, somatotrop hormonu çatışmayanda hansı vəz inkişafdan qalırdı? Bir dənə deyim, bayaq demişdim. Somatotrop hormonu çatışmayanda timus vəzi inkişafdan qalırdı və bu da immun reaksiyaların zəifləməsinə gətirib çıxarırdı. Həmçinin biz deyəcəyik ki, somatotrop hormonu maddələr mübadiləsinin bütün növlərinin tənzimlənməsində əhəmiyyətli rol oynayır. Ona görə də somatotrop hormonu çatışmayanda orqanizmdə ciddi dəyişikliklər yaranır deyirik. Gəlin indi baxaq nəyə? Bax, bir dənə burada da yenə bir səhifə açıram. Yazıram somatotrop hormonu. Bir tərəfdə yazıram uşaqlar. Bir tərəfdə yazıram böyüklər. Uşaqlar, burada yazıram deməli hipo. Hipo nə oldu uşaqlar? Az. Bir də yazıram hiper. Uşaqlarda somatotrop hormonu hipofunksiyası zamanı, yəni az ifraz olunduqda yaranır karlik xəstəliyi. Karlik nədir uşaqlar? Bu cırtdan boydur. Bunlarda boyları balaca olur. Amma bunlarda ağıl kəmliyi deməyəcəyik. Baxın, bayaq biz kretenizmi deyəndə necə dedik uşaqlar? Kretenizmdə dedik ki, həm boyları balacaydı, həm də onlarda nə müşahidə olunurdu? Həm də onlarda kəmağıllıq müşahidə olunurdu. Boy balaca olmaqla yanaşı ağılları da kəm idi, bədən mütənasibliyi pozulmuşdu. Amma karlikdə ağıl kəmliyi demirik, sadəcə cırtdan boyluq deyirik. Uşaqlarda somatotrop hormonu normadan çox ifraz olunanda isə biz deyəcəyik, yaranır bunlarda deməli gigantizm, yəni nəhəng boyluq. Bunların boyu 2 metrdən neynir uşaqlar? Çox olur deyirik. Deməli, dedik ki, somatotrop hormonu normadan az ifraz olunanda uşaqlarda karlik. Karlik nə idi uşaqlar? Karlik cırtdan boyu idi. Yəni, bunlarda yalnız boy balaca olurdu. Kəmağıllıq müşahidə olunmurdu. Uşaqlarda normadan çox ifraz olunanda isə nə yaranır uşaqlar? Dedik ki, uşaqlarda normadan çox ifraz olunanda gigantizm yaranırdı. Gigantizm nə idi? Bunların boyları 2 metrdən çox olurdu. Gələk indi nəyə? Gələk indi böyük insanlara. Böyük insanlarda isə somatotrop hormonu hiperfunksiyası, yəni normadan çox ifraz olunanda biz deyəcəyik, onlarda yaranır akromegaliya. Nədir bu akromegaliya? Sizə bir video atacağım uşaqlar. Yadıma salın, dünyanın çirkin anası. Mən bunu bir dəfə statusda da paylaşmışdım. Yetkin yaşlarda hipofiz vəzin hiperfunksiyası zamanı bəzi bədən hissələri, məsələn burundur, dodaqdır, dildir, ətrafdır, bunlar
həddindən artıq neynir? Böyüyür. Bu xəstəlikdə nə adlanır? Akromegaliya adlanır deyəcəyik. Akromegaliya, yəni ki, bədən hissələrinin həddindən artıq bəzi bədən hissələrinin, yəni burun, dodaq, dil, ətraf bunların böyük olmasıdır. Gələk indi nəyə? Gəldik biz somatotrop hormonunun, belə deyək ki, hipofiz vəzin ön payının hormonu haqqında danışdıq. Keçək indi orta payı. Biz deyirik ki, orta payı intermedin hormonu hazırladı. Intermedin hormonunun funksiyası nədir uşaqlar? Intermedin hormonu isə dəriyə və saçlara rəng verən melanin pigmentinin sintezini tənzimləyir. Gəldik arxa payı. Biz dedik ki, arxa payın hormonu vazopressin, bir də nəyi demişdim uşaqlar? Oksitosin demişdim. Oksitosin hamilə qadınlarda biz deyirik ki, doğuş zamanı uşaqlığın saya əzəllərinin yığılmasını təmin edir və vazopressin və antidiüretik hormon da deyirik vazopressinə başqa cür. Bu isə böyrəklərdə suyun geriyə sorulmasını artırır deyirik. Hətta deyirik ki, vazopressin hormonunun çatışmazlığı şəkərsiz diabet. Baxın uşaqlar, şəkərli diabet xəstəliyini nə yaratdı? Şəkərli diabet xəstəliyini yaratdı. Mədə-altı vəzin hansı hormonu? İnsülin hormonu çatışmayanda. Amma vazopressin hormonu çatışmayanda isə şəkərsiz diabet xəstəliyi yaranır deyirik. Və bu xəstələrdə də şiddətli susuzluq hissi olur və bir sutkada 20 litrə qədər sidik ifraz olunur deyirik. Bundan başqa vazopressin hormonu həmçinin qan damarlarını daraldır. Bu da hansı hallarda, yəni həmişə demirik, məsəl üçün şok və ya qanaxma kimi kritik hallarda qan damarlarının daralmasında da iştirak edir. Bir də uşaqlar, biz dedik hipofiz vəzi cinsiyyət sisteminə də təsir göstərir. Yadınızda saxlayın nəyi? Aybaşı siklında biz deyirik ki, məsəl üçün aybaşı olandan, aybaşı fazası və aybaşından sonraki fazada folikulun yetişməsi baş verir. Həmin bu folikulun yetişməsi hipofiz vəzi tənzimləyir. Amma ondan sonra folikul partlayandan sonra orada bəli, partlamış folikulun yerində sarı cisim əmələ gəlir və sarı cismin ifraz etdiyi progesteron hormonu növbəti folikulun yetişməsinin qarşısına alır. Çoxalmanı keçəndə insanı orada deyəcəm. Yəni, xüsusi bunu da bir qeyd kimi yadınızda saxlayın ki, hipofiz vəzi həmin bu aybaşı və aybaşından sonraki fazada folikulun yetişməsi, inkişafı da hipofiz vəzin fəaliyyəti nəticəsində baş verir deyəcəyik. Bir də bir şey yadınızda saxlayın uşaqlar. Həm hipofiz vəzi, həm də böyrək üstü vəzi funksiyalarının artması, orqanizmin ətraf mühitə uyğunlaşma qabiliyyətini, infeksiyalara, soyuq dəymələrə qarşı cavab reaksiyasını yüksəldir. Bax, bunu da asta-asta deyirəm, qeyd eləyin, qeyd. Hipofiz vəzi və böyrək üstü vəzinin funksiyalarının intensivləşməsi nəticəsində orqanizm ətraf mühitə uyğunlaşma qabiliyyəti, infeksiyalara və soyuq dəymələrə qarşı cavab reaksiyası neynir? Yüksəlir deyəcəyik. Bax, bunu da xüsusi olaraq neynirik? Yadda saxlayırıq. Gəldik nəyə? Uşaqlar, gələk burada hipofiz vəzinin dediyim hamısı burada var. Bir neçə hormon hazırlayır boyun inkişafına, cinsiyyət sisteminə. Cinsiyyət sisteminə də dedim də, bu aybaşı fazası, aybaşından sonraki fazalarda folikulun yetişməsi hipofiz vəzin funksiyası nəticəsində, yəni hipofiz vəzi tənzimləyir. Somatotrop hormonu haqqında dedik. Dedik ki, somatotrop hormonu çatışmayanda timus vəzi inkişafdan qalır. Bu da infeksion xəstəliklərə qarşı müqavimət zəifləyir. Somatotrop hormonu uşaqlarda normadan az ifraz olunarsa karlik, cırtdan boyluq, böyüklərdə isə normadan çox, uşaqlarda normadan az ifraz olunanda karlik, çox olanda gigantizm. Böyüklərdə isə normadan çox ifraz olunanda nə yaranırdı? Akromegaliya, burun, qulaq, diş, dil, yəni bədənin bəzi hissələrinin böyüməsi prosesi deyildik. Orta pay, bax, yenə burada var uşaqlar, intermedin hormonu.
O da dəriyə saça rəng verən melanin pigmentinin sintezini dedim. Arxa payı isə oksitosin və vazoprosin. Bunların da yenə demişəm, təkrarçılığı olmasın. Buradan da oxuyarsınız. Sonra gələk nəyə? Gələk indi digər bizdə orada nə qaldı? Hipofiz vəzini də keçdik. Gəlirik epifiz vəzi. Bir də uşaqlar bir şey yadınızda saxlayın ki, biz epifiz və hipofiz vəzini ektoderma mənşəli götürürük. Ektoderma mənşəli götürürük. Ara beynin alt artımı hipofiz, ara beynin üst artımı isə epifizdir. Yəni bu beyinlə, sinirlə əlaqəlidir. Ona görə də biz bunun ikisini də nə götürürük? Ektoderma. Amma qalxana bənzərdir, nə bilim qalxana bənzər ətrafdır, filandır, bunları nə götürürük? Endoderma mənşəli götürəcəyik. Və mədaltı vəzi, mədə və s. bunları endoderma mənşəli götürürük. Gəldik epifiz vəzi. Epifiz vəzi də hipofiz vəzi ilə bərabər yerləşir kəllə boşluğunda. Epifiz vəzi bioloji saat rolunu oynayır. Baxın, ekologiyanı deyəndə orada da demişdim. Epifiz vəzi bioloji saat rolunu. Niyə bioloji saat deyirik uşaqlar? Çünki o, məsəl üçün epifiz vəzi melatonin hormonu hazırlayır. Qaranlıqda hormon çox ifraz olunur, amma işıqda hormonun ifrazı zəifləyir. Ona görə də deyirik ki, o bioloji saat rolunu oynayır. Və epifiz vəzin ifraz etdiyi melatonin hormonu isə insanda sutkalıq ritim yaradır. Necə dedik uşaqlar? Epifiz vəzi özü bioloji saat rolunu oynadı. Amma onun hazırladığı melatonin hormonu insanda sutkalıq ritim. Məsələn, melatonin hormonu insanda yuxu və ayıqlıq yaradır. Yuxu və ayıqlıq da nədir uşaqlar? Sutkalıq ritimdir. Gələk indi epifiz vəzi dedik ki, melatonin hormonu hazırladı. Melatonin hormonu həm sutkalıq ritim yaradır, həm də uşaqlarda vaxtından əvvəl cinsi yetişkənliyin qarşısını alır. Başqa hansı vəzi idi ki, uşaqlarda vaxtından əvvəl cinsi yetişkənliyin qarşısını alan, gəlin yadımıza salaq. O da timozin hormonu. Məsələn, bunları Venn diaqramında desə, ortaq xüsusiyyət soruşsa, hər ikisi üçün ortaq xüsusiyyət nə götürəcək? Melatonin hormonu da, yəni epifiz vəzinin melatonin hormonu da, timus vəzinin timozin hormonu da uşaqlarda vaxtından əvvəl cinsi yetişkənliyin qarşısını, yəni cinsiyyət vəzlərinin inkişafının qarşısını alır deyəcəyik. Aydın oldu uşaqlar. Bu da belə. Gəldik nəyə? Xarici sekresiya vəzlərini bayaq saymışdım. Hansılardır? Tər, piy, qulaq kiri və s. bunlara ehtiyac yoxdur. Orqanizmin işi sinir və humoral bunları da dedik və dedik ki, humoral yol, yəni endokrin sistem vasitəsilə endokrin sinir sistemindən endokrin sisteminin də fərqi oldu ki, biz dedik ki, sinir sistemi heyvanlar aləmində olur, ancaq endokrin sistem heyvanlarla yanaşı bitki və göbələklərdə də olur deyirik. Və bunlar uzlaşmış şəkildə, bir-biri ilə əlaqəli şəkildə neynir? Fəaliyyət göstərir deyəcəyik. Sonra gəldik nəyə? Bunları demişəm. Xarici sekresiya və qalmadı. Hamısını demişəm. Hamısını bir-bir vurğuladım. Kiməsə qaranlıq qalan nəsə oldu uşaqlar bu mövzu ilə bağlı desin, bir də izah verim. Yoxdur ki, uşaqlar aydın olmayan hər hansı bir hissə var. Xeyr, mən. Aha, əla. Onda burada dayandıraq dərsimizi.